Çox zaman insanın başqaları haqqında gəldiyi qərarlar, fikirlər və düşüncələr o qədər də reallığa uyğun olmur. Bəli, mümkündür biz bir insan barəsində real qərar verək. Amma bir insanın barəsində real və obyektiv qərar vermək üçün uzun müddət həmən insanla bir yerdə olmağa gərəkdir. Yəni, uzun münasibətlərdən sonra, danışıqdan və tam olaraq yaşam şəraitindən, tərzindən insan agah olduqdan sonra həmin şəxs barəsində doğru qərar vermək mümkün olur. Yəni, bir insan haqqında qərar verməyə tələsməyək. Bir insan haqqında təəssüratlarımızı formalaşdırmağa tələsməyək və müşahidələrimizi davam edək. Yəni, bir insanı uzun müddət müşahidə etdikdən sonra, onunla oturub durduqdan sonra, münasibət qurduqdan sonra onun haqqında biz hər hansı bir fikri söyləyə bilərik. İlk görüşdə bir insan barəsində neysə söylənilməsi yanlış addımlardan biridir.